Salam, mən Bir Saylı Ailə Sağlamlığı Mərkəzinin həkim terapevti Nilufər Əliyeva. Artıq çəki və piylənmə dövrümüzün aktual problemlərindən biridir. Aktual olmağı hər il piylənmədən əziyyət çəkən insanların sayının artmasıdır. 10 il əvvəl həkimlər artıq çəkini xarici görünüşün kosmetoloji defekti kimi xarakterizə edirdilərsə, hal-hazırda Ümumdünya Səhiyyə Təşkilatı artıq çəki və piylənməni maddələr mübadiləsinin xroniki xəstəlikləri kateqoriyasına aid etmişdir. Piylənmə orqanizmdə piy toxumasının artıq yığılması ilə xarakterizə olunan orqan və sistemlərdə ciddi ağırlaşmalara səbəb olan xroniki xəstəlikdir. Bunlara aiddir ikinci tip şəkərli diabet, ürək-damar sistemi xəstəlikləri, oynaqlarda xəstəliklər, dislipidemiya, arterial hipertenziya, yuxuda apnoe, reproduktiv funksiyaların göstəricilərinin zəif olması sonsuzluğa qədər gətirib çıxarda bilir. Bədən kütlə indeksi çəkinin kiloqramının boyun kvadrat metrə olan nisbətinə əsasən təyin olunur. Bədən kütlə indeksi 25-30 arasıdırsa artıq çəki diaqnozu qoyulur, 30-dan yuxarıdırsa piylənmə adlanır. Bu göstərici 18-25 arası normal çəki, 18-dən aşağı olması isə çəki defisiti az çəkili adlanır. Bədən çəki indeksinizi yoxlayın və nəzarətdə saxlayın.